hər bir övladın ixtiyarı var, anasını da görsün, atasını da görsün. Yəni o bir qismətdir. Həyatda qismətlər çox müxtəlifdir. Çox. Mən bircə verilişdə danışmışdım bu haqda və söz vermişdim ki, heç bir zaman ailə söhbətinə qoşulmayın. Bilirsiniz nə üçün? Ailə söhbətinə o insan qoşula bilər ki, onun ailəsi var və o ailə bütövdür, xoşbəxtdir. Əgər bunlar insanda yoxdursa, yəni ailə haqqında danışmağa ixtiyar yoxdur. İllərdir, maşallah olsun, illərdir gözəlliyinizi qoruyub saxlamışsınız və zamanında da Firuzə xanımdan ailə həyatı qurmaq istəyən bir çox bəylər olub. Niyə Firuzə xanım ikinci dəfə ailə həyatı qurmadı illər öncə? Axı mən qadınam. Axı mənim başımda örpəyi var. Mənim övladım var. Mən övladımı başqa sevgi ilə heç vaxt paylaşmaram. Və paylaşmadım və paylaşmıram. Mən ancaq özümü, bilirsiniz necə hiss edirəm? Yəni tək olan zamandan. Yəni mən insanam, mən bəndəyəm, tək qadın deyiləm. Mənim daxilimdə həm qadın var, həm kişi var, həm ata var, həm ana var. Artıq nənə var, bildiniz, həm də baba var. Mən özümü o qədər mükəmməl hiss edirəm.